Salamlar. Bu sualı bir şagird göndərmişdi mənə. İzahını deyəcəm indi. Deməli, cədvəldə günəbaxan, zəncirotu, göyçiçək bitkiləri verilmişdir. Çiçəklərinin forması isə boru şəkilli, dilcik şəkilli və qıf şəkillidir. Cədvələ əsasən meyvələrin sayının neçə olmasını soruşur. Deməli, günəbaxan, zəncirotu, göyçiçək bunların üçü də mürəkkəb çiçəklər fəsləsinə aiddir. Günəbaxanda, zəncirotunda çiçəyinin forması boru şəkilli və dilcik şəkillidir. Boru şəkilli və dilcik şəkilli çiçəklilərin hər birində erkəkcik və dişicik olur və onların yumurtalığından tozlanmadan sonra meyvə əmələ gəlir. Ona görə günəbaxan bitkisində çiçəklərin sayı 80-dirsə, onda A bərabərdir 80 olacaq. Zəncirotu bitkisində çiçəklərin sayı 90-dırsa, B də bərabərdir 90 olacaq. Amma gül çiçək bitkisində qıf şəkilli çiçək forması olduğu üçün qıf şəkilli çiçək formasında da çiçəklər səbətin kənarında yerləşir və cinsiyyətsiz olurlar. Yəni onların erkəkciyi və dişiciyi olmur. İndi burada çiçəklərin sayı 150 yazılsa da, C-miz bərabər olacaq 0-a. Niyə? Çünki onlar meyvə əmələ gətirmirlər. Və bunların toplanmasını soruşur. Cəmi A plus B plus C. Deməli 80 üstəgəl 90 üstəgəl 0 bərabərdir 170. Deməli cəmi 170 meyvə olar.